Bir təmsil oxuyurdum, maraqlı bir şey oxuyurdum. Bir qoca dayanmışdı, çay daşının üstə oturub belə fikirləşir. Hərdən özün qınayır, qoca kişidir. Hərdən özün vəziyyətdən çıxardı, deyir, yox, sən səhv eləməmisən. Biraz keçir, yenə qınayır özü, sən düz eləmədin. Deyib, təmsildir də, deyib, yanından bir dənə qarışqa keçir. Görür, qarışqa sürətlə keçir, deyib, belə hara tələsirsən sən? Deyir, tələsirəm də, eşitmişəm filan şəhərdə meşə yanır, orada da bir dostum var, geyim çatdırım özünü. Deyib, qoca gülür. Deyib, bədbəxt, sən bu yer işindən haçan çatacaqsan ki ora? Sən çata bilmərsən ora. Nəyə gedirsən belə ora? Sən çatanda o kül olacaq, yanacaq orada, meşə yanır özdə. Üzün tutur qocaya deyib, vallahi mən bilirəm də, mən çatmayacam ora. Amma mən ona görə tələsirəm ki, vicdansız olmayayım. O orada yananda mən ayağımı ayağımın üstünə qoymayayım. O bir dəfə yanacaq, sonra mən ömrümün axırına qədər yanacağım. Heç olmasa yol yeriyim. Sabah vicdanım mənə deyəndə sən neynədin? Mən deyərəm ayağımı ayaq üstümə qoymamışdım, oturmamışdım o yananda. Gedirdim, çatdıra bilmədim özümü. Vicdan qoymur axı məni yaşamağa. O ac mən tox olmur axı bu. O çətinlikdə, mən rahatçılıqda bir yeriyim də bir yerdə, keyflə, damaqla yaşamayayım. Axı məni vicdan yandıracaq bir ömür qoca qayıtı düz deyirsən. Dedi, nə olub ki? Dedi, mən dələ bax 50 ildə o vicdan məni yandırır. Bir vaxt mənə dostum köməyə çağırdı, biganə qaldım. İndiyə necə oturmuşam, çay daşının üstündəyəm, başımı vururam ki, bəlkə gedəydim, heç olmasa bir iş görəydim. Sabah deyərdim ki, nəsə iş görmək istədim, alınmadı. Nəsə bir iş görmək istədim, alınmadı. Din nə deyir? Deyir, xidmət elə. Hər gün haqqa yar ol. Haqqın yanında ol. Öz işi məsuliyyətlə götür boynuna. Hərə öz işində məsuliyyətli olsun. Az bir iş götürsün, eybi yoxdur. Hərə öz işində məsuliyyətli olsa, hər şeyimiz əldə olub gedər. Hərə bir dinin qulpundan yapışsa, biri o yanda, biri bu yanda, biri o yandan xidmət eləsə, biri bu yandan xidmət eləsə, hamı xidmət eləsə, onda dinimiz gedər qabağa. Gəlin bir yerdə hərə öz işi boynuna götürən, düşəni götürsün, o məsuliyyəti daşısın, o məsuliyyəti olduğu kimi çatdırsın hədəfə, onda olacaq bəli dinə xidmət.